22-30. Allah korusun yarım saat tutarım şəhəri, yarım saat ha, məsəl üçün də. Təxminən eləncə. Təxminən çıxdı. Hətta mən də oradan püşküm gecə-gecə bir dənə sıxı tapıb çəksə gedəcəm. 3 siqaret. Nətər dedim, 3 özü də. Alladır. Buranın da yola getməyə. Olmalıdır. Ha, yox, tanıyırsan, qəsəbə adamsan, tanıyırsan. Heç tanımırsan, tanıyırsan. Bir dəfə bir iş yoldaşımın üzürü yeridi. Allah rəhmət eləsin. Molla bir də mənə dedi ki, şeydim, mənə apararsan məscidə. Bu da Rubnudadır. Hə, Rubnuda. Gedir yoxuşum yavaş-yavaş bir nəsə molça gedir. Hazırdır şeydə, hazır bizim yoxdur, hazır. Onu aparıram. Bir də mənə dedi ki, buradan dön, buradan dön. Dedim, hacı, mən uşaq vaxtı samakatdan sonra velosipedlə, indən maşından burağa qarış-qarış gəzmişəm. 40 il qəsəbədə yaşamışam, düz 40 il. 40 ildən sonra mən keçmişəm. Mən burasam səni yaş tanıyıram denə. Hə, mən deyirəm, sən mənə deyirəm tanımaq, özü qonşu olmuşuq, Cimboli. Ona qonşu olmuşuq şeydə. Sən yaxşı tanımalı Cimboli. Köhnə qəsəbənin Divyata desiyatçısı var, deyib, sən bilirdin Divyata desiyatı aradı. 30 Divyata, 30. Bura 30 Divyata desiyatı bilsən, ən konec. Ən konec, hə. Bizim evimizin o tərəfə ev yox idi daha. Ha, bildim, hə. Bildim, para deyirsən. Hərbi sənin yanında olsun evi, orada şey var, hərbi vardı, Maroskoy, onu deyirsən, hə? Yox, Rumun axırı da yox. Rumun tərəfə yox, o tərəfdə. Ha, o tərəfdə. Desiyat o yandaydı. Hə, mən səhv saldım, sağ ol, hə. Mən bilirəm də, çox adam tanımır oranı. Divyat desiyat deyəndə qəsəbə uşaqları daşı bilmirlər Divyat desiyat harda olur. Yox, Divyat desiyat deyən... Vasmoy bir sən haraydı? Vasmoy yox. Bax, o kitabxana vardı, kitabxanın dalında bazar salları bir vaxtları. Hə, kitabxana, bizim kitabxana. Ayso, ora Vasmoy sayılırdı. Orada şey vardı, kolxoz vardı. Ayso, bir ara oldu, o ərazi Vasmoy sayılırdı. Ondan biraz oynadı Divyat idi, ondan da desiyat idi. Ayso, başa düşdüm, köynə qəsəbə, ayso. Köynə qəsəbə, onu çox adam deyirəm ki, qəsəbə uşaqlarının çoxsu heç onu bilmirlər. Bildim, indi bildim. Yox, yadıma düşdü, orada şey işləyirdi orada. O, bir dənə də iki dənə oğlu var deyə, biri muzikant klarnet çalar. Nədir o uşaqlar, kişinin adı deyəcəkdim sənə, orada kolxoz işlədirdi. Benim evəcə satırdı orada. Qulu? Bulut? Qulu. Deyərsən hə, Qulu, ay sağ ol, Qulu, ay sağ ol. Qulu, 100% Qulu. Oran Qulu işlədirdi, ay sağ ol. Uşaqlarını bilmirəm klarnet çalmaq, amma... Yox, biri muzikant olub. Bilirəm ki, orada Qulu vardı. Qulu, yadıma düşdü, Qulu, bir dənə... Ay sağ ol, indi yadıma düşdü. Yox, belə yadıma salsam yapmışacaq, prosto yaş az dördə qırqlar, neçəyə keçmişsin, hə? Çalan, adamın yaddaşı. Buradan trasa çıxırsa promo var. Ay sağ ol. Yağış yaşı qoymuşam özümdən. Yağış yağdı, bir dənə selləməsin. Yağış gələndə adam qorxur, Selləməz, yox, inşallah, selləməz. Bu yağıntısı yağışdır. Bura yağır, şəhərə yağmır. %100%. Mən gelib metroya çatsam metroya, çıxıb oradan 20 yanvarda taksilər 2 manata gedirlər, 2 manata. 2 manat taksiyə gedəsəm, oradakı 1 manat verəcəm o bir taksiyə, promoda emin yanına. Belə vaxt avtobus işləmir də, yəni ki. Bizdə biraz bardaqdır ora. Mənə də ona görə də deyirlər, maşınsız gələcəksən, vurarsan, amma maşınsız gəlsən, nə ilə gedim biraz? Yox, bir dəfə gələrsən, sənə taksinə yola sağ Avropa. İndi həmişə belə olmayacaq ki, indi sağ bir vəziyyət dünyada yaxşı olacaq. İnşallah. Yaxşı olar, qurban olmalı. Həmişə belə, mənim neçə vaxt işim yoxdur, əlim aşağıdır. Dünən bir dənə iş vardı, işlədim, oradan 40 manatı götürdüm oradan. Belə mən çox işlər gibi işləyirəm, mən şeylə biləm. Getdim bir dənə iş var, götürdüm 40 manat, 20 manat atım qarşı bu flash kamp pulu. 10 manat borcum vardı, ona verdim, 10 manat yolu sağladım özümə. Siqaret çək adamam da yəni ki. Gitmək, gəlmək belə. Qurban valla. Yaxşı olar. İş düşür mən, sabah da işləyəm, deyib orada 5-10 man qazanacam. Dəqiq bilirəm. Yaxşı olacaq. İnşallah. Bilirəm ki, bu həmənki məclisdə qayıdacam. Həmişə mən pullu olmuşam həmişə. Yaxşı, imkanım yaxşı olur. Allah var eləsin. Sağ ol, mənim ev 5-yim, mənim Primorska 5 evim olub. Buna da bir şükür, yəni evim orada çölər olmamışam. Bir şükür. Mən bilirəm ki, həmən məclisdə qayıdacam mən inanıram. Yəni ki, Allahın möcüzəsinə qayıdacam, inşallah. Deyəli, su axan çuxura bir daxar. YouTube'da görmüşəm ki, dərin quyudur. Su başlayır qaynamağa çıxma, oradan yuxuya bax, baba yol atdı, yuxuya bax. Görmüşəm, quyu quruyub, dibindən təzən su sağa başlayır. O mənə xəbərdarlıqdır. Yəni ki, delün hərəkətlər eləqindən qazanatsan, halal yoluna qazanatsan. Allah yetirəcək. Pul gətirər, onu 100% bilirəm.
Arı demək ki, çıxmasın, remeni də taxsan, yəni 30 manat cəriməsi var. Hə, onu sərnişindən aldılar da bilirsən. Bayaq həzir mənə qoymadı remeni taxmadı, deyirəm əzəm. Yox, deyirəm mən qəsəbədə var, mən taxıram qəsəbədə. Mənə bir dəfə qəsəbədə 40 manat cərimələyiblər. Demənə görə, hə, birinci dəfədə o təzə başlayan. Sən taxmasan, sürücü özünə cavab deyil sənə yox. Sürücü özünə cavab deyil, sərnişin özünə. Sərnişin özünə. Sürücününki 40 manatdır cəriməsi. Mən özümə cavab deyil, mən bağlamamışamsa, mən özüm cərimə ödəməliyəm. Sən yox. 30 manatdır sərnişin, amma sürücününki 40 manat. Yox, onu dəqiq bilirlər. Hə. Sərnişin özünə cavab deyil, özünə cavab deyilsən. Onu dəqiq bilirlər. Əlbəttə ki, yemək lazımdır, yaxşı şeydir, yemək lazımdır. Əlbəttə. Maşın elə şeydir ki, sevir ki, nədir bu? Ciddiliyi sevir, ciddiliyi, maşındır bu. Allah məsələn, təkər partiyar, maşın yığışdıran mərsən, remin alıb başını qeyb dəyməsin, orada burada da, yəni ki, bunu alıb saxlayır qardaş. 100% saxlamır, bir 30-40% kömək eləyir də. Laf 20% olsun, yenə ki, bir şeydir. Bəli. Allah uzağızın xata bəladan. Amin, amin, amin. Buralar gitmişti. Ha. Yağış atır elə bir ki, başa-başa. Ha, yağış atır, yox. Yox, Şıxov yoxdur. Oran keçə yağış olmayacaq yağış. Dəqiq bilirəm nə yəni ki. Keçən özən gəlmişəm dostuma Primorskiyə, deyirəm ki, deyir Tayla burada bir yağış yağır, leysən. Deyirəm Allah bizə yağmır heç nə. Ora Abşeron zonası daxil mən yaşadım, Abşeron zonası. Burada Qaradağ rayonu yəni ki. Zonadan zonaya fərq var. Svetoforda dursun, mən risk düşəcəm ayağını sağa, yaxşı? Narahat olma, yer davacaq. Yox, yox, onu deməm. Svetofor, çatdıq svetora işin yanında qırmızı işıq. Sağolaşam sənə, sağ ol, mən düşüm, sənə getdim ki, lazım. O səndə heç bir problem yoxdur. Heç bir problem. Svetor durursan, düz deyil. Mən düşürəm də yəni ki, gizlincə düşürəm. Mən qoymaram, bax, sənə nəsə cərimə gəl, problem olsun, qoymaram. Yaxşı olacaq, gəl görüşdük, indi işləyik. Çox yaxşı oldu, çox. Oradan yaxşı oldu, ləzzət. Sən Zümrüdə dua edəm Zümrüd. Yaxşı ki varsan, Allah sənə can, Allah sənə bağlı olasın. Allah sənə can sağ versin. Yəni ki, sənə hal olsun ki, sən belə ki, görüş yaratdın, hamını yığdın. Doğrudan deyim sənə dua edəcəm, onun haqqı. Zümrüdlə həzidir. İkisi? Əsas həzirdə Zümrüd də həziyə arxalanır. Həzi təşkil edir də, yəni hər şey. Adı gördün mü sən Kalonka 5 dəqiqədə zəng edir, dostuna getdi, gətirdi, gəldi. Allah olsun. Allah olsun. Adam başı bir qat eləyib. Görürəm, o da məni görür ki, sən görsən, mən avqondan, neyin, saxlayayım, sənə yol verim. Aslına qıram. Operativ deyilsən, bir şey deyilsən.
Var laf bağdan var. Hə də. Görsən ki, ben başına aboneli keçir də yəni ki. Ne olub, səbirli ol abi. 5 saniye gez Mən gözükür. görürəm, sən biri bərk gələndə görürəm ki, bu bərk gəlir. Ver yol geçsin də. O vermədi, çıxdı qabağına. O dönür axı onu sonra. Bazı yandırır. Burada dönmür o. Yok. Bu neyse oynayır. Sağa solda. Başka yerde rahat etamıram. Öz evimde öğreşmişim. Yani ki, yem kardeşim de kalardı be. İki kardeşim var burada. İstemem onların rahat eləsəm. Ben öz evimde bağışım. Ayağlı yanında durup turistine giderim ayağlı gedirəndə. Hə də, əlbəttə. Ben durup oradan şalvar giyinməliyəm. Ben çıxarım. Doğru. Onlara da narasılıq yaradırsan. Ay, sağ ol. Onlar da eyni zamanda həmin. O ki lazım deyil. Elə də. Vacib olar, çıxılmaz vəziyyət olar. Gelip kalaram ben o şey məcburam bir şey. Mən də iki... Allah canı sağlasın. Düşdüyəm bir sənə gedərəm bir şeyəm. Oradan metro 12 kimi işləyir də. Ben metroya girdim bir söyleşler şey demişim. Yaxşı olar inşallah. İndiki içki de öyle belə. Yəni adam yatsırır. Dimitri oldu nədir başım sıxılır. Hə də, mən də ona görə istəmirəm də bir vaxt içməkdə. Yaxşı aralar var ya, burası restoran elə şeylər vermirlər də. Yağ olursan. Əvvəllər araq içirdin, dedim ki, sağ oldu, Allah canı sana toylarda. İndi araq qalsın, sən gecin xeyri qalsın. Ben burada bisikletim yatalar. Gecin xeyri qalsın. Böyle arağım vardı, Smirnov, ben ne bileyim, burası içirdi, yodum ben lezzet eliydim onu. Rasputin'in vaxtı vardı. Rasputin, Smirnov, ha. Şəhbəylə içirdik. Laşov, lezzətli arağım vardı. Elə mən əskər olanda Andropovsk araq vardı, içirdik. Lezzet eliydim. Kırmızı baş araq, ya da yani. Getdi dövürlər, ha. Kırmızı baş, əsl araq oydu ya. Rusiyanın arağı. Onu burada Bakı vizavod bırakır da, o kırmızı başa. Kırmızı başı axırıza vəsmişəm, araqlar difsit araq yox idi. Şeydi, qoymurdular da, araq bir satırdılar, qoymurdular, imkan yox idi. Qubada əsər ulaşım toyladı, gördüm ala, burada stolun bu başına başda araq dözülübdü, amma kırmızı baş deyildi, o birisindəndir. Bizə kırmızı baş gətirdilər. Qəşəng arağı. Onu şeylə düzəldiblər də, o düzgün reseptlə də, yəni ki o araq. Zavoda, vizavodun arağı da olsa, kimsə alıb saxlayıb ola bilər, hə? Hə də, yəqin. Mənə qardaşım neçə ildir bir dənə çağı saxlamışdı, neçə il deyə. Qardaşım oğlu gəldi, dedi ki, əmin, o çaxı gəlir içək. Hərəmiz bir dənə çaxırı istiyorlar. Dedim, bu nədir belə? O vaxtın çaxırıydı o. Bahalı çaxırıydı, qalmışdı. Qanında onun keyfiyyəti yaxşılaşır, çox qalanda, işə qapı qalanda. Fliksika çox qalanda o keyfiyyəti olur. Biraz şey olur da, kuşloğlaşır da, yani ki şey olur, kuşloy. Böyle şey gibi, yağ kimi süzülür. İçli kompot kimi, deyəm, buna da belə çaxır olar, deyir, Allah, bir dənə burada saxlamışım, neçə ildə olayım. Yaxşı çaxır olanda mən gətirirəm Gürcistandan zaten, nədir bu? Qaqdan. Mən gətirib verirlər çaxır. Qırmızı çaxır da var, ağ çaxır ya. Kırmızı çaxır çox içmək olmaz, amma Davlensk qalxar, çünki güclü çaxırdır. Uzağı 2 dənə deyib, o bir dəstəkən içə bilərsən, vəsə. İçən kimi yalınan qızarır. Isına çıxana işləyir də özən. Sürmürlər ya, bunu sür də bu. Niyə belə yatıblar bunlar, nə olur? Burada Skorsiyada yazılıb, Skorsiya içədir. 70'dir, bunlar 60 da getmirlər.
buradan çıxınca körpüyə keçdi, suyu açıq get. Suya aç. Yolu tanımırlar genəlsə, saxlayacaq burada, avarin yandırıb. Avrat yanında saxladı. Fayda bilmirlər, bir şey bilmirlər. Burada saxlamaq izah verir, yüksək znak var, qoymurlar. Amma saxlayacaq, görsən. Znak, keçid məsələsində znak döngən. Görsən, tərbiyyəli cəmatı var hamısı. Minnətlərim bildirir. Buna bizim millət deyil. Sür getir. Qaydaqana riayət eləmək yaxşı şeydir maşınla. Sən halal olsun. Ya mən çoxdandan da heç mənim axırda nə vaxt cərimə olmuşam yadımda deyil. Heç olmamından sonra. Adam niyə qaydan pozulsan ki, cərimə də olunasın? Normal sür də. Hökumət bu hökumətdə deyir belə bu qanun budur, 70 budur, belə. Yəqin də riayət elə də vəsə. Işık 49, çatır olacaq. Tez gəlmişik. Yaxşı gəldin. Şükür Allah. Yol boş olanda sürməyə qalıb. Yol boş olanda rahat geysin. Beləsi olmasın, nə çıxdı yola. Boş şeydir. Soxur özünə araç. O dönməlidir. Yolda balacadır, məcbur çıxıb o qabağa.
Yaxşı ki, buralar işlandırırlar ya. Əvvəllər burada çox problem olurdu da bu yollarda. Burada böyle Kurto Pavrot'ta uçurdular o tarafa. Kafe mafe vardı, içkili çıxırdılar, uçurdular o tarafa. Yanına gəlirdi Primor Şuanı da var üçün burada. Yumalar da maşını düz dəniz qırağına geçirdi. Olur belə şeylər. Bir de maşın uçub evin içine düşmüş, evin üstünde qalmışdı maşın. O şeydə. İnqilab. İngilizler yok, burada da bir şey olmuştu. Burada? Ev var gibi üstüne evine düşmüştü. İngilizler eşitmemiştim, ancaq buranın İnqilab küçəsi var bir dənə şeydə, Əhməddidədir, Günəşlidədir desən. Günəşlidir, yoxsa yeni Günəşli, o ərazilərdədir. Orada avtobus da gelib girmişdi evin içine. Bu yaxında da bir dənə Lekkova gelib girib həmin yerə. Yok, burada düz evin üstündeydi. Evin krişası yoktu. Krişası kırılmıştı, düşmüştü evin. Ama orada da elədi. Orada da eyni cürə heyənici. Dəhşət deyir ona. Dəhşətdir bu. Çıxacaq xəttə üstündə bu. Türkiyədə, mən buna İstanbul'a gitmişəm axı. Bu maşınla, İstanbul'a gidip gəlmişəm ailəvi. 21 gün. Ne yaxşı. Bütün şəhərləri gəzə-gəzə. İran getmişiz? Yox, Kiz Gruziya. Kiz Gruziya. Orada bax sağda Sovtransportda gedir o tırda. Solda da turist Ikarus avtobusları geçər. O palasda, bu palasda. Mən də ortana, spokojno girirdim, arasına girirdim. Ama burada adam etibar eləmir, birdən vurar üstüne. Burada palasayla sürmürlər. Palasaya çıxma olmaz başa da. Olar Və belə yəni ki... Hətta o burada məsələn nəli uzun var, düşür də düz palasayla da. Çıxır xətti tapdalayır. Yox, burada yaxşı sürücü azdır. Az da burada yaxşı sürücü. O qədər maşın var ki, səncə də çoxlu maşın var burada da. Maşın sürə bilən, sürəməyən hamısı maşını alırlar. Maşından nə saxlı deyir. Onu da tutmaq cəriməsi var. Nəyin? Maşından çölünə satmaq. Atı nəysə. Salfetkadır yoxsa siqaret. Avropada sıraza o kameradan düşdü, maşının növbəsi düşdüsə, qanun getdi. 300 euro cərimədir. 100%. Mən siqaret çəkirdim, Amsterdamdan aeroporta gedirdik də. Oğlan mən qayıtdı ki, toki ne brasay da, ne brasay. Dedi, brasay suda, yasaklarda sayılıyor ya, vurursan. Dedi, kamera, düşərliyor kamerada, sıra cərimə deyil. Şirkət maşını tamamı cərimə elirlər. Tamamı 2 qat. Ancaq Evropada mənim xoşum gəldi, Evropa yaxşı. Yaxşı şeylər çoxdur, pis şeylər də var. İmində yaxşılar götürmək lazımdır da, pis şeyləri yox. Bəli. Görsən var, bir tərəfin salda salmışdır. Deyəsən, xam şoför deyəsən. Yox, xam deyil, bilsəniz, bivercilər belə, məsuliyyətsizdirlər. Başı telefona qarışır, yəni nə olacaq, heç olmaz, gözləsin də belə saymırlar da, özündən başqa heç kəs saymırlar, elə bir ki, özləri təkdir burada. Tutdu ki, palasanı, avrat yox, bir şey yox, gedir. Bu niyə sağma sürmür? Sürmürsən, küçük sağma sürsün. Odur da, adamı elə şeylə əsəbləşdirir də. Özdə yağış yağında işıqlarını söndürürlər, indi yağış yox şeydir, duman yandırıb arxadan.
Qabağı da boş deyil, sürmür ya. İnsan da ora. Ha. O neynədir başım sıxılır, nə power yandırır, nə bir şeylər deyirsən, neynədir o? Yandırdı, power yandırdı ki, yani dönür ama. Bir şey vermədim. Ha, gezildi ama daha doğrusu. Bu dönmək istəyir, neynir bu? Araba Döndü, dönmür. yol boşda döndü halde. Dönən sola götürmədi, o dönmək üçün yoxdur, yolluq yoxdur orada. Var qabaqda var, tası şeydir. Xamdı 100 sabah, indi bir də dönməyi yandırdı ora. Qabaq bilsən necə idi? Məsələn, mən uşaq olanda atamdan da soruşmuşam, əmimdən də soruşmuşam, niyə maşın almırsan? Deyirlər ki, maşını əvvəl almaq üçün gərək sürməyi öyrənəsən, sürə biləsən. Maşın xatadır, maşınla zarabat olmaz, maşın belədir, maşın belədir. Amma indi heç kəs ona fikirləşmir. Fikirləşir ki, pulum çatır, pulunu hesablayır. Pulum çatır, getdi maşın almağa. Sürə bilirəmsə də o ikinci plandadır. Hə, onu deyəcəksin. Bizimkilər uşaq vaxtından maşın əvvəl olub sürülədi. Mənim qarşıma vüqar var, qayda işləyən. Hə. Uşaq vaxtının əmisinin maşınla maralan eləyirdi, axır ki, öyrəndi sürməyə maşını. İndiki qaya maşını sürülürdü. Ay maşallah. Qardaşım özü professional şoför olub, neçə vəzifəli şəxslərlə işləyib də, Papakonu gəzdirib. Yəni ki, kapitan gəzdirib, mayor gəzdirib, vəzifəsi böyüyüb yəni ki, neçə illərdir. Daxili İşlər Nazirliyi işləyir də, onun balansındaydı. Çıxdı işlərin pensiyası 2 qalmışdı. Getdi Rusiya işləməyə. Pensiya da batdı. Dedim, 2 il dözərdim də, cəhənnəm olsun. Dözərdim 2 il. Saat içəridə 11-ə, saat 11-dir. Hələ də probka var, fikir. 11 də. Qaç çatırıq hocam. Mən düşsəm, mən metroya girməyəm deyə girdim metroya. 20 yana çıxım, evdə yəni elə inşallah qoysam. Bildim, aydın deyəm, yəni görsən, bu belə olmalı deyildi də. Görsən, saat 11-də nə probka kişi. Ona görə adam tez gəlmək istəmir də. Tez gəlirsən, gəlsən, tutsan probka. İndi bu getdi, əhməd Tekin bilir. Əhməd kimi yox. Hə, elə əhməd Tekin. Azəmli proqram kimidir? Yox, sonra da sıxlıq oldu, yəni rahat gedə bilmirsən də. Çünki görsən, şeydən rahat, bir eybətdən bu yana rahat gələ bilmirik. Məsələn, 70'li yol, mən 70 sürə bilmirəm orada. 55, 60. Maşın çox olanda sürmə getmir də, qabaqda ki 70 sürəsin. Yol boş olanda, məsələn mən gecə gələndə 45-50 dəqiqə evə rahat çatıram. Yol boş olanda? Hə, boş olanda qovmuram da, yəni 90-dan yuxarı sürmürəm. Trasda zaten. Doğrudan bu niyə belə oldu? Ha, bu görsən bu ləngidir də, bu ləngidir, burasında şeydir. Pis oldu mən belə olmadı. Və bu düz gedəcək, getdi girdi ora, indi mən dönəcək sağa. Yox, nə yaxşı döndü sola. Bayaqdan niyə yol tutmurdu? Yalnız gedir maşınlar yavaş-yavaş, dayanmır. Gedir, gecə vaxtı gedəcək də, yəni yenə deyirəm də, bu yol doludur deyə, elə axıra kimi belə olacaq. Bahara kimi belə olacaq deyə, məsəl üçün. Məncə şey kimi olmalıdır bu, çox nədir bu, Azneftdə? Azneftdə var, biraz Aznefdə gedəsən, sonra gedəsə Kresentin yanında biraz sıxlıq olacaq. Ondan sonra bir xeylisi dönəcəkdir Yusuf Səfərova, sən yenə düz gedəcəksən, o minvalla gedəcəksən, Almanya'da da keçəcəksən, birazı NZS dönəcək, biraz seyriləcək, sonra biraz da Nargilədə dönəcəkdir, biraz da seyriləcək, oralar seyrək olacaq. Amma yoxsa elə belə, yəni 60 da geçsən, dal qabaqda sağ-sol dolu maşın gedərsən. Rahat gedəmirsən ki, polnus qorusa gedərsən. Yox, sən tələssən deyə mən şeydim. Mən yoxsa məsələn ayrı vaxtda
Get də, yavaş-yavaş get də. Yox, bildim, tələsmək deyəndə metro 12 kimi işləyir, 12-də bağlanır metro. Bilirəm, ona görə də mən deyirəm, yəni 10 dəqiqə, 15 dəqiqə işləmiş metroya girsəm, gəlib çıxacam evə. aydındır, Tarih, aydındır. Bir 15 dəqiqə gəlib çıxar ora. 15 dəqiqədə, hə? Valla mən bir üçün dayandın, da bir də gözün açıldı getdin. Açıldı bir də gözün getdin. Bilmək olmaz. 15 dəqiqə çoxdur, tez salarır. İndi 20:02-dir. Harası 10 dəqiqə işləmiş, saat yaxın çatarıq. Laf 15 oldu, çatsın mən metroya girsəm, metro 15 dəqiqə bağlanmır ki. 12-də metro bağlanır, o cəmaat çıxmır. Cəmaat buraxmırlar içəridə, yəni ki. 12-yə qalmış deməli 10 dəqiqə ücret cəmaatı sıra baxmırlar bir şey. Ancaq metro üçün olanlar var, onlar çıxıb ki metro bağlanır. Mən liyimə metroya girim. Alınmaz qızıma zəng edirəm, taksi vuracaq mənə, problem deyil. Bizim ata qaldı. O da var, variant. Taksi variant var. Deyəcəm qızım falan yerdəyəm qalmışam belə taksi vur, tramvay evə mən gedim. Başqa yolum yoxdur. İnşallah yaxşı olar, çatdıraram. Çatarsan yaxşı olar. Çataram. Metroya sən bilirsən, neçə bağırlar da, içəri baxmırlar o şeyə, neçə? Bilmirəm, yox, mən istifad eləmirəm deyə, ta gec vaxtlarında 12-yə qalmış, 10 dəqiqə ilə 15 dəqiqə içəri buraxmırlar, sən niyə? Metroya içində olan cəmaat çıxmalıdır hamısı, onun üçün buraxmırlar. İstifad eləmirəm, indi arada bir də necə olarsa... Yox, mən istifad eləmirəm. Gündüz məsələn istifad eləyərik, o da belə vaxtlarda... Belə maşın ola gəldim, olmayanda şeylə. İstifad edib tez-tez gedirəm metroya çıxıram. Məsəl üçün, nəvəmi daha az gedirəm, metrona geri gəlirəm, nəvəmi götür gəlirəm. İndi qartlar özlərine şükür Allah, yəni ki, təəccüb. Əziyyət həm də kanikulda tətildə buraxdılar uşaqları. Gün axıcı gündə yox, dünən deyəsən. Məktəbə yoxsa birinci gün buraxacaqlar uşaqları. Bilmirəm, nə bilim, yazı poz eləyirlər. Azəvdə qol satdıq, baxmadı, yolda ki, biraz azalır probka. Çünki baksıvətə qalxır, düz gedir. Yəni ki, maşına yer boşalır yavaş. Bir dənə kruka çarşov söhbə, biraz yüngün olacaq. Sən düz izlən, mən desəm tələsirsən, tələsiməsin sən yavaş verəcəkdin, hə? Yavaş gedir, non-stop bundan da bəlkə də bilmirsən ki, budur da. Şort çox oldu ya. Şort çox oldu ya. Nəsə, hə. Nə idi ki, biləm? Nə idi ki o? Nə işdir? 2 dənə saz neçəyədir ki, 200 yox, saydım oğlan gətirib çek ucatdı. 206 manat. 206 manat göstərdim şortda, gördüm. Doğrudan? Allah. Belə baxdım biz nəymişik? Sazı bir 50 manat verirlər, başa düşmədən. Araq 21 manat mağazada dilətir, hə? Qoysun 30 manat olsun araq olsun, o restoranda. 30 manat olmaz, 30 manat olmaz. 21 manat araq mağazında. Sən bunun üstünə 5 manat qoysan da, 6 manat qoysan üstünə. 30 manat yaxın budur. Saz yeməyinə də, bir dənə 2 dənə duş etmişsə, bir dənə su, qatıqdakı, qatığın biri 1 manat, o qatıqda, qoy olsun 3 manat olsun biri. Ay yox, elə də, soxa soxdur. Atdılar nəyə var, qardaşlar bizə. 206 manat baxadır. O sazı mən 2 nəfərlə yeyə bilərəm, 10 nəfərlə yeyə bilərəm. 2 nəfərlə mən saz yeməyəcəm, 200 manat vermələm ona. 206 manat idisə, bizdə 25 nəfər idik. Elə baxanda baha deyil də, adama nə qədər düşür. Doğrudan qızları qutab, ayda, yox, qızlara qutab zat getdi, soxmaq getdi qızlara. Elə baxanda arasa 10 manat düşməyib heç. Düz qaqazana düzdür, düzdür. Mən çaşbaş qaldım mən. Baha deyil. Çünki qızlara qutab getdi, qızlara sox getdi. Baxsan yəni ki. Çay pulundan daxı çay getdi hamısı heç sən, çay da işləyir elədir. Yox, düppə düzdür. Yaxşı alıblar, qardaşsan, yox. Biz eləm yedi işləyərəm, yox, qəşəng. Neçə nəfərdir biz orada? 25. 25 nəfər, toçla. Adam 10 manat düşüb. Daş az. Az, daş. Mənim YouTube-da kanalım var. YouTube-da? Hə. Elə maşına hara getmirəm. Hə.
Video çəkirəm, atıram orada. Yaşar mənə çıxıb çıxıb mənə Yaşar. Ancaq bilmirəm sən Yaşar da, biləcəm ondan sonra. Sən adı yazır, Yaşar yazılır belə bir dənə, hə? Yaşar Cəfəroğlu. Yaşar Cəfəroğlu. Bir dənə Yaşar mənə rast gəldi, yol gedir maşına, bir like qoydun da bir dənə. Yəni indi nə soruşuram? Yəni mən qoyuram da, burada səs də yazır da. Yəni proto deyirsən ki, burada elə bir şey danışmamışıq. Yox, tanımıyorum. Olar qoymaq. Nəyi? Yəni bunu YouTube-a qoya bilərəm. Biz danışırıq falan. Mən necə söyləməm? İndi ola bir adam etiraz edir ki, mən istəyirəm mənim səsim. Problem yox, mən qoysun. Yox. İnşallah mahnı qoy, mahnı oxusan. Mahnı qoyum. Qoy. Mahnı qoyanda şey eləyir. Nə? YouTube şikayət eləyir. Doğrudan? Hə. Özünü oxusan problem yoxdur. Amma belə kimdə bir gözümü oxuyur. YouTube bilir də. YouTube müəllif hüquqları var da. Bilirəm də. Müəllif hüquqlarını olsa şikayət edib qoymur. Qəpik quruş gəlir, böyük pul gəlmir oradan mənə. Burası da elə belə də. Sən deməli qorsan danışsan YouTube'da düşür o. Hə. Problem yox elə. YouTube'a düşür, indi orada kimsə şərh yazır, kimsə neyinir, kimsə yol tanımaq istəyir, hər bir şeylə baxır da, kimsə əylənir. Hər bir məqsədlə baxır. Bəh. Heç bir zaman mı? Yox. Bir də qulasma. Bu bir şeydir, tam müsəlmansk oxuyur da, Rus halkını yaxşı oxuyacaq. Biz onu oxuyuq, ləzzətli anlar. Görürsən azaldı probka. Orada probka da başa azalacaq. Görürsən ki, müsəlman mahnıları yoxsan. Variant bizim şirin barmaqlar. Bakıyızqı şanson. O elə o da elə. Hamısı Bakıyızqı şansondur, ay sağ ol. Buradan çıxınca, buradan çıxın o yola, azaldı probka. Yağış çox oldu. Ne protiv kondisioner? Ne, ürəmcə istəyir. İsti qoşda soyuq. Soyuq. Qoş. Onda buranın bağı var. Yox, ehtiyac yoxdur. Qoy hələ biraz şeyləsin. Bu il birinci dəfə də qoşuram, görüm. Kondisioner necə işləyir. Birinci toz gələcək. Yox, filtr test şeydir, ya normaldır, toz gəlməyəcək. Bir dənə bu döngü, orada döndüksə, döndü yəni ki, yol açıldı, gidəcəyik. Yaşqa, indi sənə sağ olasıram. Kimsə var düşsün, mən düşüb açıb tüzəm ki, sənə problem olmasın. Bir də ki, nədir bu? Allah qoşa görüşən inşallah. Yaxşı özündən müğayət ol. Sənə də yaxşı yol, sağ-salamat gəlib çıxasan inşallah. Sağ ol, Taylı, sağ ol. Görəm ki, sən qanunlara yetər olansan, sən gəlib çıxatsan sağ-salamat, problem yox. Kulat yazını keçəndən sonra bilsən də sağa gedəcəksən də, sağ yola. O sonra yola çatmamış. Əlindən ortalarla gedək. Ortalarla get ki, sağa çıxa bilərsən. Çatmamış, mən düşərəm, heç bir problem yox. Narahat olmaz, bilməm dedim. Svetofor keçən kimi. Svetofor orada işıq yansa düşəcəm risk, sənə belə başına sağlaşıram. Əgər yan maşın keçdin, svetofor keç saxlayırsan. Asnokla yox, asnokla 100% olmaz. Bilirəm, asnokla 15 metr oynan 15 metr. Yox, olmaz. 15-15 olar tərəfə. Saat səni başlayır verir, 11 dəqiqə işləyib, polnussun. Mən metroya girdim pis öyrəndim. Elə təxminən dedim də 10-12 dəqiqə gələcək də, yaxşı gəldi. 15 dəqiqə demişdim də, 15 keçəm çaçıb girsəm ora, polnussun. 4 dənə asnok var da metro, düşürəm 20 yağa çıxıram,
taksi 2 manatlığı var orada. Minlə Masazırın deməli Qılanlı yolunda bizim kəndə dönən yolu. Düşə orada 1 manataya gedirəm Misələ Pırama. 1 manat Misələ. Mən hazırlaşım indi Svetofor. Bizi padvaqt eləmə gələn. Sağ ol, sağ ol, sağ ol. Svetofor. Həmişə xoş günlərdə Sağ ol. görüşürük. Amin, amin Allah. Allah da hamımıza can sağlığı versin. Görək başımıza nə gələcək. Yaxşı olar inşallah. Ha, burada qurtarır ha şey. Avtobus yolu burada qurtarır. Ha. Ha, burada bilirsən saxlaya bilərəm. Hardadır burada? Qabaqdadır. Qabaqda mən sənə deyəcəm daha. Mən sənə hardasa onu saxlayarsan mən də sürəcəm. Okey, oldu. Yəni ki, mən sənə ziyan gətirmərəm də, narahat olma bu arada. Allah canı sağ olasın. Sağ ol, sənlə belə. Sənin saxlamaq qadağan haqqı var, şola deyil. Biləm belə. Dön maşını görsən, işığı avarini yandırıb, görürsən? Dalına maşın gəlmir. Yox, burada risk eləməyik. Burada risk eləməyək. Bir çıxana qabağa geçsin, o maşın Qabaqda gedib. Maşın dalına geçsin, mən şey Rahat eləyərəm. saxlayacam, rahat düşəcəksən, narahat olma. Abi, ona necə getdin o var? Ay, bilsən onların tərdir. Mən qohumlardan var tanışlarım. Aya 300-400 qoyur şeyə, qırağa qoyur, bu cəriməni Ha, qoyur. bilmirəm, var elə. Mənim o qədər yoxdur ki, mən verim. Mən 1 manat verim. Elə şeylər var. Niyə verirsən? Niyə verirsən? Bir buranın nədir bu? Qabaqdadır biləsən, yəni ki. Deyib o buranı deyirsən də sən, yox? Hadi burada Libor, sağ ol. Abi kesit. Asa bana demişdi. Aha. Yaşka. Buyur, Öpürəm, yaxşı sağ ol yol sənə. bura, sağ ol. Sağ ol, sağ ol. Tez git. Sür git, sağ ol. Sağ ol, sağ ol, sağ ol. Ama her mahnımı sana yazıyor.